Bir sayılı peşə və reabilitasiya mərkəzindən avtobus gəlib bizi təlimlərə aparır. Eskiz və oyma sənədinə gəlirəm. Bir tezlənlər gəlib eskizdə olan günortadan sonra saat 2-dən 4-ün yarısına qədər də oymada oluram. Uşaqlıqdan marağım var. Özüm də əl işlərim var. Mücrü düzəldirəm, mebel taxtalarından. Arabada düzəldirəm, öz arabalarımı da özüm yığıram, uşaqlara da kömək verirəm bacardığım qədər. Əvvəl bıçaqla zaten işləmirdim, iskənə ilə zaten belə bir alətlərim yox idi onsuz da. Əl qabiliyyəti o qədər xəstəliklə əlaqədar imkan verməsə də, biraz açıb bağlama qabiliyyəti zəif olduğuna görə bıçaq tutması çətin olsa da iki əllə həll edir Allahın izni. Maraqlıdır, günümüz keçir. Təlimlərlə yanaşı burada yeni dostlarımız da var. Onlarla deyirik, gülürük. Pərdə oyması ən çox səbir tələb edir. Çünki iti alətlərlə işləyirsən, biraz da əli zəif. Adamın əsəblərini sakitləşdirir. Ayrı bir elə bir adama zövq verirdi belə deyək. Mən əvvəl 2 həftədə 2 dəfə idi, ikinci, dördüncü gün idi təlimlərim. Sonra artırdım, elədim 4 gün. Adam həm də əl işlərini gördükcə tez tutarmaq istəyir ki, görsün nə olur.